gelsin. Beylen gelin öz fəxri yerlerine dəvət alırlar. Aydın mənim öz vəzifəsini qəbul edin. Çok güzel Rövşən Bey, Pərvanə xanım, o bir Allah bilir ki siz necə bir-birinizə yaraşırsınız. Əyləşin. Əyləşin icazə verilir. Allah xoşbəxt eləsin. Hörmətli dostlar, qohumlar, hörmətli qız evi, bir də hamınızı böyük məmnuniyyətlə Nərmin Şadlıq Sarayında salamlayıram. Xoş gəlmisiniz. Günümüz bugün çox xoş geçsin. Yadda qalan günlərdən biri olsun. Ve bir vaxt da Rövşənin ve Pərvanənin evladı dünyaya göz açanda biz de gurur hissiyle deyək ki, bəli, o toyda biz de olmuşduq. Düzdür mü Xatça? Bəli, deməli, bugün bu Şadlıq Sarayının çəkiliş qrupu An Production Holding İlqar Padarov başta olmaqla operatorumuz Rafiq qardaş hamının gözəl çəkilişini təmin edir və fotoğraflar Ferit İlkin ve yeri gelmişken demek istedim ki artık Avrupa kıymetleri de bizim toy şenliklerine integrasiya edilir. Yani şekil çektirmekte 50% indirim var. Rafik evveller 2 manat idi, indi 1 manat, elə mi? Ne güzel. Çok xahiş ederim tez bizim şeklimizi çek. 1 manatın şekil çektirmeye ne var? Ve hürmetli məclis iştirakçıları Şabanovlar ailesinin, yani benim dostum Əsədin, bəyimizin atası Əsədin musiqi duyumlu olduğunu mən çoxdan bilirdim. Ona göre de o öz seçimini Burhan Raşidov'un bədii rəhbər olduğu Gənclik İnstrumental Ansambl üzərində dayandırıb. Burhan'ı salamlayıram, Gülanə xanımı salamlayıram, xoş gəlmisiniz deyirəm və yeri gəlmişkən də nə qədər ki yadımdan çıxmayıb, bu toyda, bu məclisdə bilavasitə ev sahiblərinə yaxın olan, bilavasitə Balakən xalqına, onun hər işinə, birçok işine yararlı olan musiqi duyumlu insanlar var. Yani ben büyük memnuniyetle baxmayaraq ki kız evinden gelip güzel bizim video rejisörümüz Əfqan Doldolov'u salamlayıram. O başta əyləşib. Bu taraftan güzel bizim video studiyası disk köçürme, kaset köçürme Əsəd kardeşimizin qonşusu Abukar'ı salamlayıram. Özünün göz güzel işleriyle, özünün palatkasıyla, toy çəkilişleriyle halkımıza yarayan mühöddünü salamlayıram. Ve uzun iller ve bugüne kadar da toy zəhmətiyle zəhmət çekmiş bizim Ramiz Mustafayev'in nağara çalanımızı salamlayıram. O başta əyləşib. Hamınıza güzel yadda kalan bir gece arzulamakla özümüzü bəy gəlinə çeviririk. Rövşən, sen güzel bir neslin oğlusan. Sen güzel bir kişinin oğlusan. Bugün öz ailəni, öz dünyanı yaradırsın. İndiyə qədər kim Rövşən? Bu Şabanov Əsədin oğlu Rövşən. Allah'ın köməkliyi dünyaya elə gözəl evladlarınız gəlsin ki, kim? Məhəmməd məsələn də belə, babanın adı Məhəmməddir. Kim Məhəmməd belə? Şabanov Rövşənin oğlu Məhəmməd. Belə bir sənə gözəl günlər arzu edirəm. O ki qaldı Pərvanə xanıma, təmizkar, ləyaqətli, qeyrətli bir xanım əgər anlamı varsa, yanında əyləşib. Mən o ailəni çox gözəl tanıyıram. Əgər yerə, pola, harasa qəflətən nəsə bir şey düşsə, silmədən, üfürmədən götürüb yemək olar. Çünki elə təmizkar bir ananın, elə təmizkar balaları, elə təmizkar bir qızdır. Allah bəxtinizi versin. Allah xoşbəxt eləsin. Pərvanə qızım, bugündən etibarən Şabanovlar familiyası sənin üçün ən göydə, ən yuxarıda duran familiyadır. Düzdür. Ata tərəfi də, qohum tərəfi də, xalaları da, dayıları da heç kim unutmaq olmaz. Amma bugündən belə mən də çox istəyərdim ki, belə də olsun. Şabanova Pərvanə Əmrullah qızı. Allah sizi xoşbəxt eləsin.
xalalarının, dayıların, əmilərin, bibilərin hamının qürur hissi ilə duyduğu gözəl bir ailə olsun. Təbrik eləyirəm, qoşa qarıyın, can sağlığı, uzun ömür, gözəl evliliklər arzu eləyirəm. Təbrikə musiqi qoşulur, Gənclik İnstrumental Ansamblı, Burhan Raşidov və Gülana xanım. Sevgi dolu, saadettir eşkin yolu, haclığın sudan durur, bu toy gününüz mübarek. Kalbimizde sevgi dolu, saadettir eşkin yolu, haclığın sudan durur, bu toy gününüz mübarek. Birimiz birbirimiz Kasiler gel mahallaya, şenliğe düşanlık sarar, bu toy gününüz mübarek. Birimiz birbirimize, kasiler gel mahallaya, şenliğe düşanlık sarar, bu toy gününüz mübarek, bu toy gününüz mübarek. Toy toy, hemşe toy olsun. Toy toy, hemşe toy olsun. Toy toy, hemşe toy olsun. Hemşe elimizde toy olsun. Toy toy, hemşe toy olsun. Toy toy, hemşe toy olsun. Toy toy, hemşe toy olsun. Hemşe elimizde toy olsun. Hemşe elimizde toy olsun. Olurken nəğmələr, Nəvliyedir xanəndələr, hamımız ürəkdən deyər, bu toy gününüz mübarək. Yuva oluşan nəğmələr, vermədiyi xanəndələr, hamımız ürəkdən deyər, bu toy gününüz mübarək. Birimiz birbirimize, kasiler gel baharlaya, şenliğe düşanlık sarar, bu toy gününüz mübarek. Birimiz birbirimize, kasiler gel baharlaya, şenliğe düşanlık sarar, bu toy gününüz mübarek, bu toy gününüz mübarek. Toy toy, hemşe toy olsun. Toy toy, hemşe toy olsun. Toy toy, hemşe toy olsun. Hemşe elimizde toy olsun. Toy toy, hemşe toy olsun. Toy toy, hemşe toy olsun. Toy toy, hemşe toy olsun. Hemşe elimizde toy olsun. Hemşe elimizde toy olsun. Hemşe elimizde toy olsun. Hemşe elimizde toy olsun. Allah mübarək eləsin. Həmişə elimizdə toy olsun. Çox sağ olun, çox sağ olun. Yenə oxumaq istəyirsiniz? Qalsın sonraya. Çünki Əsəd qardaşımı dəvət eləyirəm bura. Yadigar bacı. Bəyimizin valideynlərini salamlayıram. Pərvanə xanımın valideynlərini salamlayıram. Dəvət eləyirəm. Yadigar bacı hanı Əsəd? Gəlsin bura. Hörmətli qohumlar, bugün artıq bu məclisdə iştirak edən hər kəs
Əlbəttə ki, nənəni mən ayrıca çağırasıyam. O, siz narahat olmayın. Hər şey kontroldadır. Rövşən. Mən belə hesab eləyirəm ki, özləri burada olmasalar da, hər an, hər dəqiqə, hər saniyə qulaqları artıq səs eşitməkdə olan sənin qaynatan Əmrullah, qaynanan Nəcibə xanım, ürəkləri bizlədir. Mən bilirəm, mən hiss eləyirəm onlar necə həyəcan keçirir. Onların da sağlığını qeyd eləyirəm. Gözləri aydın olsun, qudalığınız əbədi olsun. O ki qaldı sizə Əsəd. Allaha şükür mən səni belə 7 yaşından tanıyıram. Hələ 5 yaşdan tanıyıram desəm daha düzgün olar. Və bu günə qədər də ay Əsəd pis adamdır, ay Əsəd kiməsə pislik eləyib eşitməmişəm. Hətta Samarada belə qastrol səfərlərində olanda sənin haqqında ancaq xeyirxah sözlər eşitmişəm. Hətta İbişlə bərabər bir neçə dəfə süfrə də açıb dəvət eləmişsiniz. Bu ürəkdən gələn bir işdir. Və bugün də bir ata kimi qürurla burada dayanmışsan. Hərçənd bir balaca onu çox adam məclisdə bilmir. Mən bilirəm, biraz nasazlıq var. Mahsun Kırmızıgül demişkən yıkılmadım, ayaqdayım. Belə durmuşsan, dözürsən. Sən gələn yollara qurban kəsərəm. Şərəfim, şöhrətim, qüdrətim ata. Nanə yarpağı tək tirtirəsərəm. Görməsin baharın bir xəzan ata. Ata başımızın ucalığıdır. Oğul atasının cavanlığıdır. Ata evladının qocalığıdır. Qurbanam, qurbanam sənə ayata. Qızım, balam deyər evdə gəlinə. Evladı yaxşıya yamana bölməz. Atam kürəyimə vursa əlini, heç zaman, heç yerdə qəddim əyilməz. Həmişə belə qəddi qamətli, vüqarlı olmağı arzu eləyirəm. Niyə? Ona görə ki, nə qədər bu dünyada ata, biz atalar sağıq, evladlarımızın başı üzərindən heç vaxt acı yerlər əsə bilməz. Təbrik eləyirəm. İndi isə haqqında bu qədər gözəl sözlər söylədiyim ata bir xeyir daha söyləsin. Oğlum Rövşən, Allah, qızım Pərvanə, Allah Teala sizi xoşbəxt eləsin ya Rəbbim. Oğullu uşaqlı eləsin. Çoxlu eləsin ya Rəbbim. Allah sizə uzun ömür can sağlığı versin. Bir yerdə qocalasınız ya Rəbbim. Sağ olun. Çox gözəl, çox gözəl, çox gözəl. İbiş, mən elə bildim sən bir alqış eləyəsən, değil mi? Qardaşım belə söz söyləyəndən sonra. Bir alqış vur görüm. Ay. Gəl bacı. İndi Allah'ın yazısından belədir də bir çox Balakən oğlanları, Balakənin ailə başçıları bu Allah'ın yazısından olaraq səfərə çıxır, səfərdə olur. Bəzən bir ay, bəzən aylarla, bəzən illə gəlmir. Bütün qayğı, evin qayğısı, yurdun qayğısı, evladın qayğısı. İndi uşaq da, oğlan uşağı da haradasa nəsə eləyir. Birdən kiməsə bir yumruq atır, Əsəd ələ çatmır. Ay yadı gəl, abala, habım. Rövşəni yığışdırın. Bilirəm, Rövşən elə oğlan olmayıb. Məsəl gəlişi deyirəm. Bütün bu qayğılara siz nəzarət eləmişsiniz. Lazım olanda da bəzən, məsələn, nəsə lazım olanda Rövşən atasına deməyib, həyə gözləyib. Bunu da bilirəm. Ay mama, ataya desənə mən filan şey, belə. Hamısını siz çəkmişsiniz. Bunu mən bilirəm. Ona görə bugün sizin haqqınızda da çox gözəl sözlər söyləməyə dəyən bir xanımsınız, dəyən bir qadınsınız, dəyən bir həyat yoldaşı və anasız. Və bugündən də qaynana, ikinci dəfə artıq qaynana, oğlunuza, gəlininizə xeyir duanız. Allah xoşbəxt eləsin. Oğullu qızlı olsunlar, uzun ömürlü olsun. Mən elə bilirəm bir anlığa bütün bizim bacılarımız şokdadır. Çünki hamı bu dəqiqə oğlunu evləndirən analar hamısı əl çalacaq. Hə? Alqışlayırıq mı ananı? Yaşasın. Bir daha Əmrullaha, Nəcibəyə göz aydınlığı vermək istəyirəm. Düzdür, oradan burada heç kim iştirak eləmir. Yəni nə mənada? Ya Əmrullah yoxdur, ya Nəcibə yoxdur. Amma Nəcibənin bacıları burada var. Bir, onun adından bir xeyir dua vermək istəyirsinizsə ana kimi, xaça, gələ bilərsən, Həlimat.
Çok güzel. Eləysə biz güzel. Allah xoşbəxt eləsin. Güzel bir musiqi səslənir. Ne durmuşsan ayına, oyna toyunda, oyna ayına, sen balanın toyunda. Ne durmuşsan ayata dedi. Ayata, oyna toyunda, oyna ayına, sen balanın toyunda. Ay bu elin anası evine gelin gelin. Ay bu elin anası evine gelin gelin. Bu yerlerin sonası bir şirin dilin gelin. Bu yerlerin sonası bir şirin dilin gelin. Hadi bu bey anası gelsin biraz oynasın. Hadi bey atası gelsin biraz oynasın. Bu yerlerin sonası bir şirin dilin gelin. Bu yerlerin sonası bir şirin dilin gelin. Ne durmuşsan ayana, oyna oğlu toyunda, oyna ayana, sen balanın toyunda. Ne durmuşsan ayana, oyna oğlu toyunda, oyna ayana, sen balanın toyunda. Allah hoşbext eylesin bir şirin dilin gelin. Allah hoşbext eylesin bir şirin dilin gelin. Tohuma da söylesin evine gelin gelin. Tohuma da söylesin evine gelin gelin. Adamı bey anası gelsin biraz oynasın. Adamı bey atası gelsin biraz oynasın. Bu yerlerin sonası bir şirin dilin gelin. Bu yerlerin sonası bir şirin dilin gelin. Oyna oğlu toyunda, oyna ayana, sen balanın toyunda. Ne durmuşsan ayata, oyna oğlu toyunda, oyna ayana, sen balanın toyunda. Zəhmətinlə boya başı çatmışam, mən səni özümə arxa salmışam. Zəhmətinlə boya başı çatmışam, mən səni özümə arxa salmışam. Həyatda düzdür, səndən almışam, həyatda düzdür, səndən almışam. Qolumdan adımsan, çıqarım sana ayatan, canımsan, canımsan, şöhrətim sənə ayatan. Qolumdan adımsan, çıqarım sana ayatan, canımsan, canımsan, şöhrətim sənə ayatan. Qolumdan adımsan, çıqarım sana ayatan, canımsan, canımsan, şöhrətim sənə ayatan. Qolumdan adımsan, çıqarım sana ayatan, canımsan, canımsan, şöhrətim sənə ayatan. Təbrik edirəm. Allah xoşbəxt eləsin, Allah bəxtlərini versin. Ben çox istəyirəm ki, Zeynəb müəllimə bizim yanımıza gəlsin, mümkünsə. Zeynəb müəllimə. Hörmətli məclis iştirakçıları, bəyimizin nənəsi Zeynəb müəlliməni təbrik üçün dəvət edirəm. Yadigar xanımın anasıdır. Əsəd qardaşımızın valideynləri dünyalarını tərk ediblər. Məhəmməd dayıya, Həccət xalaya Allah rəhmət eləsin söyləyirəm. Məhəmməd ki, bax, indiki kimi gözümün qabağındadır. Yaraşıqlı, mülayim, həmişə gülümsər bir kişidir, dünyasını dəyişib. Allah rəhmət eləsin. Emil, çox yaxın gəlin Zeynəb müəllimə. İndi həmişə
nənə müraciəti, amma siz mənim üçün elə innan belə bir 30 ildə Zeynəb müəllimə kimi qalasınız. Bir nənə xeyir duası, bir gözəl bir xeyir dua, təkcə nəvəyə, təkcə onun həyat yoldaşına yox, bütün məclisə də bir xeyir dua, nəsihət verə bilərsiniz. Buyurun. Mən nəvəm Rövşənə və onun həyat yoldaşı Pərvanə xanıma xoşbəxtlik arzu edirəm. Uzun ömürlü olsunlar, qoşa qarsınlar, oğullu qızlı olsunlar. Sağ olun. Zeynəb müəllimə getməyin. Yəni niyə getməyin deyirəm? Ona görə ki, əvvəla bizim rəqsimiz var. Amma digər tərəfdən mən belə bir söz də söyləmək istəyirəm ki, bayaq dedim, bəyimizin babası Məhəmməd kişi dünyasını dəyişib, Allah ona rəhmət eləsin. Amma o Şabanovlarda bir Məhəmməd də gəlib həddi bulağa çatıbdır. Bəyimizin qardaşı, kiçik qardaşı, onun da adı Məhəmməddir. Hərbi xidmətdən məhz toy üçün gəlib. İbiş, çox sağ ol, onu gətirmirsən toya. Sən bu yaddan çıxmamalıdır. Məhəmməd kişi yaxın gəl. İndi mən səni bəyin qardaşı kimi yox, bir babanın adını daşıyan bir cavan oğlan kimi nəvəyə, Rövşən nəvəyə və qardaşına bir xeyir duan. Allah xoşbəxt eləsin. Allah xoşbəxt eləsin, elə ürəklə dedi. Əsəd, bunun danışığından mən elə hiss edirəm, əskəri qutaran kim deyəsə, papa evlənmək istəyirəm. Maestro. Nənə nəvə. Nə gözəl, Məhəmməd uzaqlaşma. Sən bugün 2 statusun var. Əsəd, yeri gəlmişkən, bayaq mən məclisdə iştirak edən, incəsənətlə bağlı, xalqın işinə yarayan bir neçə yoldaşların, gözəl oğlanlarımızın adını çəkmişdim. Əfqanı görməmişdim, o bir tərəfdən də, Mühüddingil tərəfdən. İndi ekranda gördüm, orada eləşib salamlayıram. Xoş gəlmişsən, o da elimizə, obamıza yarayan oğlanlardandır. Və qardaş bacıları salamlayıram. Bəyimizin qardaşı Məhəmməd. Məhəmməd, maşallah. Məhəmməd, mən sən axırıncı dəfə görəndə balaca bir oğlan idin. Maşallah, maşallah, gəlib çatmısan. Gözün aydın olsun, təbrik eləyirəm. Həlimə xanım, dəvət edirəm. Arif, ailədə oğul kimi statusu olan, sevilən Arif, baxmayaraq ki, yeznə də hər işə yarayan, hər işə çatan, elimizin, obamızın
Gözəl oğlanlarındandır, gözəl balaları var, gözəl evladları var. Səhv eləmirəmsə birisinin adı Afidə, biri də Sultandır. Yaddaşa bax. Təbrik edirəm, gözünüz aydın olsun. Pərvanə xanımın da bacılarını salamlayıram, təbrik edirəm. Böyük məmnuniyyətlə Əfsananı salamlayıram. Fatmanı salamlayıram, Alvinanı salamlayıram. Mümkündürsə bacılar bizə yaxın gəlsinlər. Əfqan, bəlkə təşkil eləyəsən, gəlsinlər bacılar bura, sən də kömək elə, köməklik elə, sən bu işdə bişən adamsan axı, bizim adamsan. Gəlinimizin bacıları da gəlsin ki, gözəllik yaransın. Siz də biləsiniz ki, tanıyırsınız təbii ki. Gözləyirik. Bu qədər adam Əfqan sənə dedim təşkil elə. Köməklik elə özün də gəl. Məhəmməd, bir də indi qardaşınam. Bayaq indi bir baba kimi. Allah xoşbəxt olsun, ürəkləri istəyən kimi olsun. Nə qədər vaxtı, neçə aydır xidmət eləyirsən? 2 ay. 2 ay hiss olunur. Röşən istəyirsən. Allah, yəni əskər, dolğun cavab ver. Allah xoşbəxt eləsin, ürəklər istəyən kimi olsun. Oldu komandir. Yaşa. Yaşa Arif. Mən bir yezən qayın kimi yox, bir balaca qardaş kimi ona ailə saadəti arzulayıram. Uzun ömür, can sağlığı. Gözəl, Həlimə bacı. Bir yerdə qocalsınlar. Amin. De görüm. Xoşbəxt olun. Çox sağ ol. Ha Sultan? Xoşbəxt olun. Olarıq inşallah. Yaxın ki bula. Xoşbəxt olun. O sənin adın nədir? Əmrah. Əmrah. Bax. Malades. Eşidirik. Xoşbəxt olsunlar. Xoşbəxt olsunlar. Hamının sözü eynidir. Xoşbəxt olsunlar. Bu qədər xoşbəxt olsunlardan sonra göylərdən nida gəlir. Amin. Və musiqi. Hava rəqsi olsun yavaş.